Mənə ağır gəlir ki, Məmməd Bağır ölüb sözünü mənə rahat deyil o söz demək. Və deyirəm ki, Məmməd Bağır olmasaydı bu müğənnilər nə oxuyardılar? Mən o sözü ürəklə deyərdim ki, bugün müğənnilər Məmməd Bağır Bağırzadə çörəyi yeyir. Ölən gününə qədər dəbdə olan belə bir müğənni mən bəlkə də tanımıram. Və bunun toy siyasına ən azı 6 aydan öncə düşmək mümkün deyildi. Bu boyda populyarlıq heç bugündən heç kimdə yoxdur. 1997-ci ildən bizim tanışlığımız başladı. Tək, necə deyim, bir sənət yoldaşı kimi yox, həm də biz sirdaşa çevrildik Məmməd Bağırla. Hər şeyi bölüşürdük. Saatlarla telefonla danışırdıq. Elə bir ki, bir balaca qardaşı kimi deyim, övladı kimi mənə yanaşırdı ki, halıma yanırdı. Mən bu gitara sənətinə bir dəfəlik yox demişdim, atmışdım bu sənəti. Başlamışdım, bax, belə video operatorluq eləməyə. Toyların birində bir dostumuzun övladının toyunu Məmməd Bağır idarə edir. Mən də yaxşı operator olaraq məni dəvət ediblər o toyu çəkilişinə. Birdən bu dostumuz Məmməd Bağırdan xahiş elədi ki, bir dənə operatorumuz olar, gitarada bir şey çalsın. Bir mahnı ifa elədim, Ana Laylası, Ana Dünyası mahnısı var. Bilmirəm Məmməd Bağır Bağırzadənindir. İfa elədim, mahnıdan xoşum gəlib. Sən demə Məmməd Bağırın ifasıymış. Ondan sonra mənə dedi ki, sən neyinirsən, bu nə kamera, nə filan. Yekə oğlansan dediyi kimi deyirəm, yekə oğlansan, qayıt sənətə falan. Yəni qayıt sənətinə bir, onun çox böyük rol olur. Bir də bizim Allah qəni-qəni rəhmət eləsin Səyyad Əlizadənin məni məcbur edərlər, yenidən sənətimi davam elətdirdim. Deyir ki, məndən işləyərsən nədə ölmürəm səndən işləmək üçün. Məni yaxşı mənada yolumdan döndərdi. Bir dənə də Məmməd Bağırın bir xüsusiyyəti vardı. Xəstələnərdi, həkimə getməzdi. Nə bilim, danışa da bilmirəm. Heç nə, gecənin birində dünyasını dəyişdi. Elə bilirəm ki, qolumuz, qanadımız qırıldı da. Hamıya örnək olan bir sənətkarı itirdik. Mahnıya baxın. Oxuyanda nəğməmi xatırlayarsan məni. Sanki dünyada ən əzizlərimdən birini itirdim. O qədər o hissi yaşadım mən. Mən Məmməd Bağırın yerini dolduracaq hələ kimisə görmürəm. Amma hər bir çətinliyə sinə gəlirdi. Həm insanlığı ilə, həm sənəti ilə. Deməli, bəlkə də tək musiqiçiyəm ki, tək ona yaxınlardan biriyəm ki, hər gün bunun ruhu ilə qarşılaşıram mən burada. Düz yanından keçirəm hər gün. Amma yalan deməyim, ola bilsin ki, kimlərsə gəlib gedib qəbr üstünü mən görməmişəm. Bir daha üzümü tuturam Tanrıya deyim.